Mənim oğlum bax bu travmanın ucbatından bu gündədir. Nazir müavinidir. O vaxt nazir müavini istəyirdi. Gözünə güllə deysin onun nazir müavini işləyir. Mən yaşamışım, yaşalım yaşamışım. Elə ailə qurmağım, elə yaşamağım beləcə pis vaxta düşdü. Xanım, ailə qurmusunuzmu? Övladınız Nurlanla biz sizi tək görürük. Amma pərdə arxasında görmədiyimiz, bilmədiyimiz məqamlar var. Nurlan birinci sinifə gedəndə artıq biz yoldaşımla ayrılmışdıq belə. Ailə qurub sonradan. Mənim oğlum danışır ki, mama bir dəfə bizi o oğlan götürdü, şey yapardı, kazino yapardı. Orada 17.500 euro pul uduzdu bir dəfə kazinoda. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli uğurlu olsun. Həyatın içindən efirdədir. Bugün də sizlərə çox maraqlı bir qonağımla gəlmişəm. TikTok platformasından çoxlarının tanıdığı, çox səmimi, içdən bir ana və oğulla sizi yaxından tanış eləyəcəm. Bir balaca nüansı qeyd edeyim ki, onlar hər zaman evdə özlərinin bişirdiyi yeməkləri ilə, evində olan ruzisi ilə şəhərin müxtəlif yerlərində ürəkdən, içdən oturub, dincəlib, istirahət edib, həyatdan zövq alıb, paylaşımlar eləyirlər. Bugün isə biz onları bir süfrə arxasında görmək istədik. Həm söhbətimizi eləyək, həm də necə deyərlər, yeyib içək. Odur ki, gedək. Bəli, dəyərli izləyicilər, biz gözəl bir məkanda əyləşib, rahat-rahat Fatma xanımdan və oğlu Nurlandan söhbətimizi eləyəcəyik. İçdən içə, həyatın içindən gözəl söhbətlərimiz olacaq. Eləmi Fatma xanım? Gəlin yanında gətirir, səni gözəl yerləndiririm. Dəyərli, zalim, ağıllı balana yerlər. Başım gəlirmi? Adamlar deyirlər ki, niyə oğlum danışmır? Danışsan da danış görüm, nə deyirsən? Fatma xanım, biraz bizi özünüzü tanıdın. Çox istərdim ki, elə illər öncəyə qayıdaq. Ümumiyyətlə, Fatma xanım kim olub, ailəsi, övladı, bu həyatı necə yaşayıb? Çünki sizi TikTok'dan oğlunuz və sizi insanlar görür, sevirlər, çox səmimisiz, çox özünüzə məxsus bir adamsınız, elin içindən birisiniz. Ona görə sizin bu sosial şəbəkədəki izləyiciləriniz həqiqətən sizə hörmət eləyirlər. Mən də istədim ki, bugün sizlə gözəl bir sizin hekayənizi danışaq, biraz da yaxından tanısınlar. Buyurun. Nə deyim mən? Mən Bakı şəhərində yaşayıram, ancaq özüm əslən Qazaxdanam, Qazaxın Daşçılarlı kəndindənəm. Orta məktəbi bitirəndən sonra Bakıda yaşamışam, Bakıda institutda qəbul olmuşam. Oranı bitirəndən sonra da burada ailə qurmuşam, burada yaşamışam, bax belə. Mənim həyatım belə olub. Fatma xanım, işləmişsizmi, çalışmışsınızmı haradasa bir müəssisədə? Çox çalışmışım, mən əvvəllər başqa yerlərə demişəm, institut bitirəndən sonra Keşin Maşın Qayırma Zavodunda çalışmışam. Axırıncı iş yerim 2001-ci ildə olub. Mən 42 yaşımda artıq ondan sonra işləməmişim. O da məndən asılı olmayaraq zavodumuz bağlanmışdı. Fatma xanım, ailə qurmusunuzmu? Övladınız Nurlanla biz sizi tək görürük. Amma pərdə arxasında görmədiyimiz, bilmədiyimiz məqamlar var. Bizə ürəyiniz istəyirsə və içdən gəlirsə bir həyatınızdan, həyat hekayənizdən danışın. Nə danışım?
2000 elə oğlum 2000-ci ildə yoldaşımdan ayrılmışam. Belə qısa konkret nəysə. O barədə çox danışmaq istəmirəm. Mən yanlış münasibətimiz oldu. Toyla getmişəm, bir il nişanlı qalmışam, toyumuz olub, ancaq yəni xarakterlərimiz uyğun olmadı. Mən gördüm, çalışdım, gördüm, alınmır. Neçə yaşından Nurlanı tək böyüdürsünüz? Nurlan birinci sinifə gedəndə artıq biz yoldaşımla ayrılmışdıq bəli. Ailə qurub sonradan? Nə bilim, ailə qurdu, aralandı, bilmirəm də, valla indi heç maraqlanmıram haradadır. Oradan. Siz, yəni sizi izləyən insanlar da mənlə həmfikir olar ki, siz o sözün əsl mənasında saçını övladı üçün, ailəsi üçün süpürgə eləyən, saçını ağardan, fədakar bir qadınsınız. O qədər gözəl ürəyiniz var ki, yəni səmimiyyətinizlə insanların sevgisini qazanmışsınız və mən bildiyim qədər indi təqaüddəsiz, işləmirsiniz. Necə dolanırsınız? Nə təqaüdlə nə dolanacaq, belə dolanırıq, dolanmaqla. İnsanlar sizin TikTokda, sosial mediada gülən, xoşbəxt, həyat dolu, hər bir təbiətin hər bir şeyindən zövq alan, yaşamağı bacaran bir Fatma xanım kimi tanıyır. Amma sizin özünüzün bir həyat hekayəniz var ki, siz Nurlanı birinci sinifdən tək böyütməklə yanaşı, sonradan Nurlanın həyatında sizin həyatınızı qaraldan hadisələr olubdur. Bu barədə bizə danışıb bölüşmək gücünüz varsa buyurun. Bilsiz qızım, biz əvvəlcə, məsələn, o vaxtı sosial əsiri vaxtında yaşamaq, mən deyərdim ki, bəlkə də belə, hər bir dənə gedirdi, zavodda işləyirdin, aydan aya maaş alırdın. Mənim elə oldu ki, elə ailə qurmağım, elə yaşamağım beləcə pis vaxta düşdü. Hamısı kasıbçılıq, zavodda işləyirdik, zavodda pulumuzu vermirdilər. Nə bilim, belə kasıbçılıqla, güclə, əl hesabından. Yəni, o vaxtda mən, məsələn, energetika şöbəsində işləyirdim də, axırıncı mənim iş yerimi baş energetik maviri idim. Bizim zavodda da 3500 adam işləyirdi. İnandırım sizi, mən çox çalışırdım, deyərdim ki, orada da elə, yəni, elə bir məndə liderlik demirəm, belə fərqlənmək bacarığım var. Yəni, mən özüm fərqlənmirəm, mən özümə adicə bir şeyləyəm. Ancaq insanların içərisində orada da fərqlənirdim. Siz inanırsınız, bəlkə də bax, bu veriliş geçsə, mən bilirəm ki, o Keçlə Maşın Qarmı zavodunda işləyən o qədər insanlarımız var ki, məni görəcəklər, tanıyacaqlar və ola bilsin ki, şəhərlərdə də yazarlar. Yəni, orada da məni çox istəyirdilər ki, belə səmimidir, belə. Mən indi öz-özümə belə bu həyatım, bu şey deyirəm, ay Allah. Yaxşı, mən ki, bu boyda insanların hörmətini qazanmışdım, bu boyda. Bəs niyə mən bu həyatda belə çətinliklərlə rastlaşdım? Biz həqiqətən də insanların gördüyümüz kimi bəzən qəbul edirik, amma heç də gördüyümüz kimi deyil. Bax, təbii ki, məqsədimiz burada Fatma xanımı kövrəltmək, ona belə bir hisslər yaşatmaq deyil, amma həyatdır Fatma xanım. Bugün ayaqdasınız. Yəni, mən salıblar şeyləmi. Yəni, mən fikirləşirəm ki, yaxşı, belə bu adam var, heç nə tanımır, mən xanımlar görürəm, şeyliklər, hər şeylərə yer. İndi yəni, belə baxıram ki, ona baxırsan ki, hamı deyir, hörmət edir, hamı şey. Digər, ortada heç nə yoxdur, mənim özümə gələndə. Fatma xanım,
Nurlan bizim o qədər həssas, gözəl, ürəyi təmiz, xoş qardaşımızdır ki, videolarda baxırıq ki, siz Nurlanı bir sanki qucağınızda hələ də bəsləyirsiniz. Yəni körpə uşaq kimi o hara istəyir gedirsiniz. Mən yəni buradan bu verilişin aparıcısı kimi həm də bir tamaşaçınız kimi sizə fikirlərimi bildirmək istəyirəm. Siz o balaca bir açdığınız süfrədə o qədər böyük dünya malı olur ki, o qədər böyük sevgi, məhəbbət, orada səmimiyyət və sizin o övladınıza yaradan qarşısında verdiyiniz o sevgi durur ki, məncə həyatda tutunacağınız bir yer elə bax Nurlandır. Amma Nurlanın başına gələn hadisələr də sizi bu həyatda çox ağlatmayıbdır. Nə baş verdi? Nurlan savadlı, ali təhsilli bir oğlan idi. Nə oldu sonradan? Nə deyim qızım? Belə insanların paxıllığı gözü götürməməzliyi bizi bu vəziyyətlərə saldı. Bizi, yəni adam var pislikdən başına iş gəlir. Mənim oğlumun yaxşılığından başına işlər gəldi. Və biz də bu həyatda onun başına iş gələndən sonra elə mənim də elə bir ondan bərabər başıma işlər gəldi. Büdürədim. Ben oğlumun arkasına düştüm, gittim. Her şeyimiz dağıldı, itti elimdeki. İndi bax, məsələn, bayaq sizinlə də söhbət edirik, danışırıq. Məsələn, mənim əlimdə pullarım var idi. Məsələn, mən bağ almışdım. Yəni orada ev tikdirmək fikrindeydim, nə? Hamısı pullarımı onu verdim, bir başqaya verdim. 14 ildir mənim. Bax, məhkəmə də qərar çıxardıbdı. O pulu alıb mənə vermirlər, bu icraçılar. Belə hökumət mi olar, belə qanun mu olar? Deyirsən olmur, demirsən olmur. Bax, beləcə çox belə hər şey, əlimdəki pullarım getdi. Nə bilim, güclə yaşadım. Belə, heç özüm də bilmirəm, nə deyim indi. Tamaşaçılara aydın olsun deyə qısa şəkildə mən məlumat vermək istəyirəm ki, Nurlan Fatma xanımın gözünün ağı-qarası bir oğludur. Çox yaxşı məktəbi, çox yaxşı əla qiymətlərlə oxuyub, instituta qəbul olub, Kiprdə yerləşən universitetlərin... Amerikan Universitetində oxuyub, Beynəlxalq Biznes və İqtisadiyyat Fakültəsində, İngilis dilində. Bəli, çox gözəl də oxuyurdu mənim oğlum. Orada bir 20 nəfər qrupbava getmişdilər orada. Orada sən deməyən belə avara, varlı uşaqları. İndi hərdən mənim belə birini qoyub birini şeyləyim, o günü belədir, kasıva deyir, istirahət eləmək də yaraşmır. Ancaq belə baxıram ki, həmin o cürə gəlsən uşaqları düzdür, mən bir söz demirəm, ancaq indi belə baxıram. O səsi sümüyüm belə bir başda mənə eymənir, nətəri. O varlı uşaqlar ki, mənim uşağımı bu avra saldılar. Mənə elə bilirəm ki, elə o uşaqları görürəm bu cürə. Nə baş verdi Fatma xan? Orada xaricdə oxuyanda bunlar hamısı indi orta məktəb qutarmışdılar. Heç 18 yaşları tamam değildi. Getdilər orada oxudular. Oxuyan vaxtı bunların qruplarında 2-3 uşaq var imiş. Bunlar ingilis dilində oxuyurdular ki, birinci kursa keçsinlər. Nurlar elə yanvar ayında imtahanı verdi, birinci kursa keçdi. Ancaq heç bunlar yay ayında imtahanı verib, ingilis dilindən birinci kursa keçməmişlər. Özü də burada lisey qutarmışdılar. O vaxt hələ təzə belə liseylər. Ancaq mənim oğlum adicə orta məktəb qutarmışdı. Onlar orada sən deməyən, nə bilim, gidib versabit uğurlarmış, balaca o yaxçı itlər varmış, ondan uğurlarmış. Belə cəmatın sataşıq eləyirlərmiş adamlara. Bunlar da şikayətə gəlirlər rektorun üstünə. O da bunların qrup rəhbərini çağırır ki, bu nə uşaqları da gətiribsən? O da həmin uşaqların valideynini çağırır. Valideyn də gəlir, bunların hamısını yığırlar, o
sinif rəhbəri, qrup rəhbəri deyir ki, bax bu oğlanın anası təkcə bu dövrdə bazarda işləyir. Onda mən də oğluma görə bazara çıxdım. Yəni ki, alver edirdim yolda, meyvə, pomidor, xiyar, biləcək. Təhsil alması üçün. Ki, arxasınca pul göndərim belə falan. O dərəcədə yolda, özü də yolda, gülün qabağında, küləyin qabağında, yağışın qabağında. Ki, Nurlan oxusun, təhsil alsın. Və orada bunların arasında mübahisə düşüb, eləmi? Yox, mübahisə düşmür. Orada da həmin o oğlanın atası Tovuzlu İman adında oğlandı, onun atası. Mən onu axtarıram. Nazir müavinidir. O vaxt nazir müavini istəyirdi. Gözünə güllə deyəsin onun nazir müavini işləyən. Bizim nazirlərimiz belədirmi? Onların övrətləri belədirmi? Bu ölkədə mi yaşayırıq ki, bu nazirin müavini gəlsin belə harın olsun. Onların tələbə yoldaşı idi, beləmi? Onların tələbə yoldaşı idi, hə. Nədir Nurlan? Xarici İşlər Naziri. Xarici İşlər Nazirinin oğluydu. Nazirlikdə işləyir, müavinin içindən orada işləyir. Bilmirəm. Xarici İşlər Naziri kimdir? Bilmirəm indi. Nəysə, həmin onu kişi deyib ki, köpək oğlu, mən səni ona görə göndərmişəm ki, sən gələsən burada it oğruyasan, velosiped oğruyasan. Mən sənə ayda nə qədər pul göndəririm. Mənim oğlum danışır ki, amma bir dəfə bizi o oğlan götürdü, yapardı, kazino yapardı. Orada 17.500 euro pul uduzdu bir dəfə kazinoda. Bir gecəyə. Bir gecəyə, bir uşaqda, bir də 18 yaşında uşaqda bir belə pul hardandı. Vallahi bu hökumətə belə nə qədər deyirəm, kaş qızım sizə bir söz derdim. Mən həmişə nə bilim belə çağırırlar məni oraya buraya çox belə get verəm elə özüm. Çünki o qədər bax özünüz görürsünüz ki, nə qədər körəldim, gözümdən yaşlı. Ancaq istəmirəm əslində mən insanlarımızı qəmli eləmək. Çünki o qədər həyatlarında qəmlilik var ki, istəyirəm ki, özüm pozitiv olam. Ancaq indi bax, bunu nəyə görə belə şeylərim, sizi qəbul edən belə deyirəm, bəlkə bundan sonra bir məni eşidən olar, nə qədər mən deyəcəm, mən eşidəcəm, mən deyib, mən eşidəcəm. Yəni bu rəhbərlikdə oturanların birciyinin. Fatma xala, Nurlan necə zədə aldı orada, nə başına gəldi? Orada bunu qorxutmuşdular, başına zəncirinə döymüşdülər, nə bilim Nə üstündə, nə üstünə ki, paxıllıq ki, bunu bizə tərifləyirlər belə. Başını qırxmışdılar. Yəni indi o orada qulaq asın qızım, belə o cəhənnəmə orada olmuşdur. İndi bu orada psixi travma almışdı, belə şeyləmişdi. İndi gəlib çıxmışdı. Yəni buraya da gələndə heç burada mənə də demədi. Kəş deyirdi. Mən nə bilim ki, bu uşağın da mən uşağımı da qınayıram. Deyirəm, ay bala, sən mənə niyə danışmadın? Sən gələn ki, bu danışıydın bir bəs sən bilmirsən, mən belə iynən gör qaza şeyləmişim o vaxt saxlamışam o pulu elə qazanmışam mən. Bəs sən niyə mənə demədin? Bu burada artıq deməli o psixi travmalar orada imtahana girmir, oxumur başını. Evdə qaldığı evdə sonra getmişim orada deyir ki, duhara döyürdü. Yəni ki, indi bunun başını zar qırxıb bularmış, dərsə getmirmiş deyim. Bu ağlayırmış, başını duhara döyürmüş belə. O biçim bu gördüm ki, ana bana qaçır. Dedilər, sənin oğlun dəli olub ki. Yəni mən qardaşımı çağırdım, skorpumuş, təcili yardım maşını çağırdıq. O da bizi axşam tərəfi apardı, psixi balinsiyə. Oranı da vallahi mən birinci dəfə idi görürdüm. Orada da həkimlər var idi. Dedi ki, nəticədə dedim ki, bəs belə bir dənə oğlum var, xaricdə oxuyur belə. Dedilər, evin var mı? Dedim, hə. Dedilər, bağın var mı? Onda da mən eləcə hesab elə ki, ayın 9-unda bax, getmişik ki, ayın 13-ündə biz getmişik. 9-unda mən bağ almışdım. 2013-cü il. 2013-cü ildə, hə. Dedim, təzə almışam belə. Hə, dedilər, yaxşı, bura qolçaq, səhər tezdən gəl. Səhər tezdən, orada da bir də belə kişi var idi, belə elə bilirdin qəssabdan.
Hə, bunlar hamısı da belə şey. Səhər tezən getdim, gedəndə gördüm var. Mənim oğlumun iki əlini qabaqda, bir dənə kravata baxırlar, boş kravata dəmir. İkisi ayaqlarını da şey. Bu məni görə üzü şiş başı belə qan zad axıb, onu da yuyubla belə. Psixik. Ay mama məni deyirlər. Abla kim deyir? Gördüm olsun uşağımın bir başın. Bax bu dəqiqədə oğlum bir ayaqsa dur, xahiş edirəm bir şey. Arxanda xahiş edirəm. Bax bir buranı düz əməli çəkin. Bəlkə haray çəkirəm mən. Haray çəkirəm. Mənim oğlum bax bu travmanın ucbatından bu gündədir. Elə o uşaqlar bəlkə də bu həkim xəstəxanaya aparıb çıxartmışdıq ki, bir dənə iğnə vurub sakitləşdirsəydilər, belə düz əməli müalicə olmasaydı. Psixoloji dəstək. Hə, heç belə olmazdı. Asob orada iki dənə həkim, iki dənə dəli saxlayırdılar, idmançı dəli. Mən onları orada gördüm. Çünki sonralar mənim oğlum bir ay orada əşiylədilər. Deməli, o özü də bütün başdan ayağa poluydu. İndi mənim hamı dedi, Fatmanın uşağı xəstəxana mat qalmış ki, bu niyə belə olub, belə. İndi qohum məqrəbə gəlirdi. Hamısından belə nətər pullar istəyirdim. Mənim özüm oraya nələr şeylərdim. Oranın həkimləri, həmin onu döydürən həkim, bax bu dəqiqədə o qırmızı hertik Xalid doktor var. Həm Medinus'ta dərs deyir, həm də ki orada həkimdir. Bəlkə də o neçə dənə mənim uşağım kimi uşaqların hamısını məhv eləyib. Səhiyyə Nazirliyinə müraciət edirəm. Baxan da yoxdur, heç bir soruşan yoxdur ki, niyə belə iş eləyirsən? Orada Seymur doktor var. Hamısı bir-birinə. Paso ötürürlər, deməli uşağı ötürürlər. Yəni ki, biz bu uşaq gedəcək, gələcək. Mən evimi satıb bunlara ona görə gecə ilə onu döydülər. Bir dənə iğnə vurub görsən onu uşağı yatızdıramazdı. Mənim balamı niyə bu avra saldın? Fatma xanım, mən düşmüşəm indi. Fatma xanım, indi sizin konkret Nurlanla bağlı nə şikayətləriniz var? Necə, hansı çətinlikləri çəkirsiniz? Sağlamlığında nə kimi problemlər var? Sağlamlığında qızım, mənim oğlumun əvvəlki Nurlanla indiki Nurlanın arasında yerlə göy qədər fərq var. Mən indi oğlumu məsələn indi ikinci qrupa, mən onu birinci qrupa eləmək istəyirəm. Çünki bilirsiniz nəyə görə? Bax mənim oğlum, hələ mən bu deyirlər ki, bu niyə deyirlər, bu niyə elə külək demir, yağış demir. Gəzir. Bütün günü əylənir, videolar paylaşır. Hamı baxır Fatma xanıma TikTok sosial şəbəkədə şərhlər yazır. Elə bilirlər Fatma xanım xoş günü üçün. Amma bu görünməyən tərəfi məsələnin budur ki, Fatma xanım özünün də, Nurlanın da həyatında olan bu ağır günlərin tam əksini yaşayır. Yəni özünü sanki aldadır, gəzir, dünyadan, həyatdan, təbiətdən, hər bir şeydən zövq almaq istəyir. Elə həkimlər deyirik, o həkimlərə mən artıq nifrət edirəm, bilirsiniz nətərə. Yəni o qədər bizim nəsildə, bizim özümüzün ailəmizdə o qədər həkim olanlar var. O həkimlər ki, mənim uşağımı belə elədilər. Ondan sonra mən istəmirəm ki, o həkimləri görmək istəmirəm sadəcə. Çünki özüm başladım kitabları oxumağa, özüm o çiçəklərdən, otlardan, güllərdən məsələn bu uşağımı elədim. Yəni istər-istəməz, onu gördüm, başladım, dedim, bax ay Nurlan, görürsən, bax, sən mən bala saxladım. Və bunu götürdüm, mən Duzlu gölə bir tər yaptım, dedim, bax yerimək lazımsa, yerinlə, falan ilə, dərmənlərdən zaten verdim. Apardım, bax eləliklə onu sağaltdım qızım. Öz etiraz səsimi qaldıracağım, bax elə bax bu barometrdən. Elə vardan dövlətə, bax o, qoy bir o şeiri deyim dərdim, çox gözəl şeydir. Deyir, Cəfər ey nuridi dey seyid, Gönçey növrəsi dey seyid, Üləmə haqqını rəiyyət qıl. Cəfər bunun oğlu olub. Deyir, Cəfər ey nuridi dey seyid, yəni Cəfər ey mənim gözümün ışığı oğlum. Deyir, Cəfər ey nuridi dey seyid, Gönçeyi növrəsi dey seyid, Üləmə haqqını rəiyyət qıl.
əhli elmə həmişə hörmət qıl. Demə bu kafir, o müsəlmandır. Hər kimin elmi var, o insandır. Elm bir nur, cahil zülmətdir. Cahil zülmətdir, elm cənnətdir. Sənə hər kim elm etsə təzim, ona lazım təlim, ona lazım da hər yerdə etmək təzim. Hər yerdə sən ona dur salam, harda gördün ona dur salam eylə. Baş çək, qul təki ehtiram eylə. Feyzini sən qılma yanında, sən dur ayaq üstə o söz söyləyən zamanında. Ancaq görürsən ki, məsələn, bunun başında o qədər o zədələyiş edir. Siz inanırsınız, bax bu dəqiqə mən onun başında o hicam edirəm. Bax, o arxasında 2 yer, bir də arxasına elə vurublar ki, elə bir orada qan gəlir, orada dayanır. Oradan o şey, ona görə də o tərəfə keçir. Çünki insanın məsələn başında, bədənində, hər yerində o qədər kapilyer damarları var, o qədər bu damarlarla oksigenlə bərabər, qanla bərabər oksigen də gedir. Əgər o oksigen gedir, o kapilyer damarlarda dayanır. İlişib qalır, çünki oradan keçmir. Hava da orada, o kütlə orada qalanda o ağrı verir də, sıxlıq verir. Nədir Nurlanın diaqnozu konkret olaraq? İndi ona şizofreniya diaqnozu verilir. Çünki bu uşaq doğrudan da bunu hələ mən məsələn dərmənlər alırıq, artıq buna propsuz. O dərmənlər də vallahi heç bir para uşağımız əstirməkdən başqa. İndi sağ olsunlar, indi bu Siyamit tibb mərkəzi var, indi 2 ayda onlar eləyirlər. Yəni uşağın bədəni, yəni o dərmənlər o qədər içib ki, artıq o dərmənlər elə bir buna təsir eləmir, elə bir süs kimi olur da. Mən buna böyrümə salıb aparmasam, inan evdən nə qədər istəsə elə yatar. Ümumi götürürsə, gərək bunu hərəkət eləyəsin. Mənim bağım var idi, o bağımı da əlimdən almışlar. Deyirəm ki, qardaşım, əlimdəki pulu da məsələn dağıtdım, oraya buraya gətirib verən də yoxdur. Bax, 14 ildə bir belə icraçı olarım, belə hökumət olarım, bir maraqlanan da yoxdur deyə gedirəm, şikayət edirəm, heç üzümə baxıram. O Yasamal Parkının qabağında o məhkəmənin icra şöbəsinin nazirliyi var. Neçə qədər əfə gedərlər, neçə dəfə şikayət edir. Heç baxan da yoxdur artıq. Nurlan, qardaşım, səndən bir neçə suala cavab almaq istəyirəm. Nədir bu həyatdan istədiklərin? Necə yaşamaq istəyirsən həyatı? Anan kimdir? Nədir sənin üçün? Ananı nə qədər çox sevirsən? Buyur. Anan bütün günü bax səni gəzdirir. O qədər xoşdur ki, biz izləyirik sizi ananla bir yerdə. Sənə də necə, yaxşı təsir eləyirmi bunlar? Elə, yaxşı. Nədir arzuların, ay Nurlan, həyatdan nə istəyirsən? Mən yaşamışım, yaşadığım yaşamışım. Gəncliyini də yaşamısan, yaxşı oxuyurdun Nurlan məktəbdə. Yaxşı 513 bal etmiş. 513 bal. Universitetdə amma başına belə bir iş gəldi. Yoxdur. Baxın, bəlkə də mən bunu yenə də deyirəm, çox ehtiyatla deyirəm ki, siz hətta Fatma xanımın və Nurlanın TikTok platformasında onlarla qarşılıqlı iş birliyi görüb onların həyatına yenilik qata bilərsiniz. Çünki hal-hazırda biz sosial mediada sabun köpüyü, blogerlər, əxlaqa, mənəviyyata zidd olan insanlar, həqiqətən sözün əsl mənasında bizim yəni günümüzə o qədər xoş olmayan anlar qatan, istəmədən qarşımıza çıxan insanlarla rastlaşırsınız ki, amma Fatma sözünü yazıb TikToka daxil olsaz, kifayət eləyir ki, bu gözəl ana və balanın TikTok səhifəsinə baxasınız və bu minvalla onların həyatının müəyyən qədər dəyişməsinə səbəb ola bilərsiniz, dəyərli izləyicilər. Biz də TikTokdan tapdıq. Siz necə oldu TikTok səhifəsini açdınız Fatma xanım?
Birisi nətəri nə bilim, yəni artıq məsələn oğlum, mən gördüm ki, istədim ki, çalışdım ki, bu gitsin, biri işləsin, artıq o məsələn 2017-ci ildən Odalar Yurdu Universitetinin mühasib fakültəsini qutardı. Mən ona dedim ki, bala gəl işlə də, gəl yüngül yaraq işlərdə, əgər belə lap əgər öz sahən olmasa. Sahən olmasa da başqa bir şey gördüm, yox şeyləmir. Gördüm çətinlik. Hələ yaxşı ki, biz 8-ci kilometr bazarına yaxın qalırdı. Elə oradan axşam tərəfi bəzi şeylər ucuz alıb onunla bir gördüm, bununla da bir dolanmaq çətindir, hə də. Dedim, belə baxdım, gördüm ki, bəzi adamlar orada nəsə pişirib satırlar bilirlər. Mən də dedim, burada meyvə var da, mən də elə mürəbbə pişirib satım. Götürdüm, başladım mürəbbə pişirdim, çoxlu mürəbbə pişirdim və istədim satım, nəsə sata bilmədim qızım. Birdən-birə elə bir mənə belə şey gəldi, utanmaq gəldi. Heç özüm də bilmirəm ki, niyə məni bastı. Siz inanırsınız, hələ də o mürəbbələrimin çox soyudu o qarajda. Heç gedib belə baxmıram ki, görüm o orada xarab oldu. Da səri yerdiydi, bax 2 ildən çoxdur. Artıq bax o mürəbbələrim oradadır. Mən TikTokda satmaq istədim. Hə, satmaq istədim, hə. Sata bilmədim, utandım. Hə, utandım. Belə nəsə elə başladım 1-2 dənə videolar çəkdim, elə belə falan. Gördüm belə nəsə belə baxırlar. Sonra bir də dedilər ki, 1000 baxış sayı olandan sonra canlı açmaq olur. Hə, dedim mən canlı açım. Mənə gördüm TikTok yazır ki, canlı aça bilərsən, aç ilə. Mən başladım canlı açdım. Nəsə elə bir canlı açdım, gördüm belə baxırlar. Biz də mən belə şeir zad bilirəm. Başladım bu şeirlərdən zaten deməyə. Özü də gördüm mənə baxırlar. Belə bir həftəlik üçün dedilər ki, sənə bir həftə vaxt veririk belə. Hər gün açmalısın. Mən də elə saat 10-da, gecə axşam saat 10-da. Mən də elə bunu açdım. Sonra gördüm, çox naqruska olur, üstümə şey olur, belə danışa bilmirəm, nə bilim, nəsə, hər bir tərəfdə şey, elə onu da kəsdim, dedim, yox, gördüm uşağımdan da soruşanda, mən məsələn kövrəli ağlam da bunu qutardım, dedim, yox, mən cəmaata niyə mənfi enerji verməliyim, mən özüm çəkdiyim bəs deyim ki, bir xalqın da üstünə şey, dedim, yox, bunu mən qavqaracam olmayacaq, mən canlı yanıyım, açmayacam, mən xalqa mənfi enerji verib onları körəldə bilmərəm. İndi sizlə danışdım, məsələn, mən körəldim, mən onu özümə də bağışlaya bilmirəm, ancaq belə oldu da. Hə, ona görə mən canlılar açmadım. Ancaq mənə, hamısı deyir ki, sənə çoxlu hədiyyə göndərərlər belə falan. Mən inanırdım ki, göndərərlər belə falan. Ancaq mən bilirəm ki, orada başlayacağım, körələcəm, başlayacağım, bu alınmayacaq. Ona görə mən canlı yayımlardan kərarlaşdım. Deyim, yaxşı, bu belə. Elə başladım, belə çəkdim, gördüm, insanlara xoş gəlir. Başladım, mən də çəkdim. Yəni, mən onları çəkməklə bilirsən, nətər elədim. Mən həyatda görürəm də, o qədər adam, məni kimi, məsələn, Kasıfyana yaşayanlar var ki, hamı elə geyir, kafelərdə oturur, bu kafede nə yediyin bir qarnına doyur, nə belə şeylər deyil. Dedim, nə söndür, gərək elə kafede mi oturursun? Heç kafede oturma. Bir gün elə evimdə elə bir dəsmaldan bir şeylikdən götürdüm, evdə onu. Çox adam deyil. Yumurta karton. Həqiqətən də doğrudan yumurta. O qədər gözəl görünürsünüz Fatma xanım. Sizin o soyutma yumurta, soyutma kartofunuz bəlkə də ən bahalı restoranlarda yeyilən, o bahalı yeməklərdən dadlıdır, ləzzətlidir. Ona siz o qədər gözəl enerjinizi ötürürsünüz. Ona baxan insan belə doyur, mənlə doyur. Yəni bunu mən sizə bir tamaşaçı kimi deyirəm. İnan. O yumurta bir dəfə yadımdadır ki, mən Tərgovada apardım yumurtaya soğutma yumurta çiğnemişim. Bir de altına yazıyorlar ki, Tərgovada soğutma yumurta yeyirlər mi?
İndi mən də belə doğrudan üzümü deyirəm, doğrudan mən nə elədim, bax, bu nə bir Ben yavuzluqda. sağlıklı şeyim. Hə, imkan. Adı ne bunun? Bəxt edici. Sushi. Yok. Ne dediniz o? Sushi dedin, eləmi? Yok hayır bəxt ne dediniz? Tarık dediniz. Nə bilə dedik, dayı da yaxşı. Adı ne de yemeği? Şavrma. Şavrma. Tarkovcu şavrmaymış. Xoşlayırsan, ay Nurlan. Nə yeməyi xoşlayırsan sən özün? Bax, maman elə sənin bütün günü yumurta, soyutma yumurta yedizdirir, kartof yedizdirir. Özün nə xoşlayırsan? Her yemekten yemiş. Kabab zad. Hamısını yemiş. Hə? Yani sushi təzə şeydir ona görə sushi deyirəm. Yeməmsən sushi. Ama yani Xoşlayırsan? hoşlayıram da yani. Buradan 100% sən bax sushi istəyini eşidənlər olacaq. Sən hər gün sushi gələcək, əmin ol. Arzularınız nədir? İstəkləriniz nədir? Bax, mən çox yaxşı bilirəm sizi. Mən dəfələrlə sizin canlınızı da izləmişəm. Oradan sizə dəstək olmaq istəyən insanlar olubdur. Siz qətiyyən dünya malında gözü olan insan olmamısınız. Çünki həqiqətən bu həyatda çox çətinliklər görmüsünüz. Amma bax, indi də dediniz ki, Nurlan işləyə bilmir, özünüz təqaüdlə yaşayırsınız. Arzularınız nədir? Bax, bəlkə biz bu veriliş vasitəsilə indi çətinliklərinizdən danışdınız, o heç. Amma reallaşmasını istədiyiniz. Bax, məsəl üçün bu yay harda dincəlmək istəyirsiniz, hara getmək istəyirsiniz, nə keçir ürəyinizdən? Deyin, Barometr TV-nin efirindən bəlkə sizi eşidən olar, dəvət edin. Bizim Azərbaycanımızda o qədər gözəl yerlər var ki, elə yerlər var ki, adicə heç düzdür, indi mən baxıram ki, indi turlar zal var ki, deyirsən belə, o gün də mən məsələn turlar Getmişdiniz, bəli. Hə, getmişdim. Bax, mən o yol boyu getdikcə, bax, orada güllər görürdüm, orada məsələn bəzi yerlər görürdüm. Fikirləşirdim ki, ay Allah, məsələn, mənim bu dəqiqə məsələn mənim maşınım olaydı, düşərdim, həmin bu anı çəkərdim və oranı elə bir danışardım, elə bir şey eləyərdim. Ona nə qədər baxış sayırlardı, ona nə qədər şey eləyərdilər. Siz heç ürəyinizi sıxmayın Fatma xanım. Bax, elə Barometr TV-nin ekranlarından sizi dinləyən, izləyən olacaq. Bizim dilbər göşəmiz, bizim olmazsa olmazımız, möcüzəli torpaqları olan Qarabağ bölgəsinə, ora mütləq bir-bir bütün rayonlara sizə səfər turları təşkil eləyərlər, təklif eləyərlər və bundan sonra da sizin bu zövqlü həyata baxışınız davam eləyər. Dəyərli izləyicilərimiz, düşünürəm ki, bu verilişdə həqiqətən bir millət olaraq, bir dövlət olaraq, bu millətin, bu dövlətin bir xanımı, bir şərq qadını olaraq çox önəmli, gözəl bir insanla sizi tanış elədik və bu verilişdən sonra əminəm ki, Fatma xanımın və onun oğlu Nurlanın həyatında gözəl-gözəl yollar açılacaq, işıqlı yollar açılacaq və həyatın içindən proqramı olaraq hər zaman sizin yanınızdayıq Fatma xanım. Çox sağ olun. Çox sağ olun. Belə, bugünlük bu qədər. Gələn verilişlərimizdə görüşənə qədər. Hələlik.